7,62 mm çaplı yalquzaq snayper tüfənginin hazırlanmasına 2012-ci ildə başlanılıb. Darağının tutumu 10 güllədir. 7 kiloqram 100 qram çəkiyə malik yalquzaq snayper tüfəngindən mənfi 50 və müsbət 50 dərəcə temperaturda da rahat istifadə etmək mümkündür. Geniş texniki imkanlara malik bu silahdan xüsusilə kəşfiyyat və xüsusi təyinatlı dəstələrdə yararlanmaq olar. Bu silah düşmən hədəfini dərhal məhv etməyə qadirdir və bu silahdan açılan atəş həm uzaq məsafəni, çox uzaq məsafələri vurmaq olur, həm də bu silahdan açılan güllənin yayınma riski minimuma bərabərdir. Silahın adının yalquzaq seçilməsi də təsadüfi deyil. Mənası tək qalmış canavar olan bu snayperlə düşmənin saysız hesabsız hədəfini asanlıqla məhv etmək mümkündür. Azərbaycan ordusunda istifadə olunan snayperlər həm peşəkarlığına, həm də texniki imkanlarına görə Cənubi Qafqaz və MDB ölkələri arasında ilk sıralarda dayanır. Snayper tüfənglərindən orduda da geniş istifadə olunur. Tarixdən də məlumdur ki, Qafqazda ilk müstəqil snayper bölükləri məhz Azərbaycan Silahlı Qüvvələrinin tərkibində yaradılıb. O dövrlərdə ölkəmizdə snayper tüfəngləri istehsal olunmasa da bu sahəyə böyük maraq olub. Yalnız müstəqillik dövründən sonra qeyd olunan istiqamətdə konkret addımlar atılıb. Bugün isə Azərbaycan istehsal etdiyi snayper tüfəngləri ilə güclü iqtisadiyyata və orduya malik olduğunu bir daha bütün dünyaya sübut edir. Bu tam NATO standartına uyğun olan bir silahdır. 7.62-51 kalibrlidir. Bu bizim öz mütəxəssislərimizin yaratdığı silahdır. Bu il ərzində bu silahın artıq tamamlanma işləri aparılır və hal-hazırda biz bunların sınaqlarını başa çatdırıb seriyalı istehsala hazırlaşırıq. Yalquzaq snayperi İstiqlal snayperindən sonra Azərbaycan mütəxəssislərinin irəli sürdüyü ideya əsasında hazırlandı, ən kiçik detallarına dək ölkəmizdə istehsal edilib yığıldı və qısa müddətdə dünya ölkələrinin diqqətini cəlb etdi. Silahın texniki imkanları isə düşmən tərəfinin ciddi narahatlığına səbəb oldu. Yəni biz xarici bazarlardan artıq asılı deyilik, xarici ölkələrdən bəzilərindən asılı deyilik. Müəyyən texnikaları bəli onlardan biz alırıq, amma çox məsələlərdə Azərbaycan öz gücü hesabına, öz istehsal etdiyi yeni modern texnikaların hesabına ordusunu təmin edir. Azərbaycan silah istehsalı sahəsində qazandığı uğurlarla artıq ilk pillələrdə olan dövlətlər sırasına adını yazdırmağı bacarıb. Əminliklə deyə bilərik ki, bu uğur xüsusilə düşmənlər üçün növbəti, amma təsiri hələ uzun müddət hiss ediləcək şok effekti yaradacaq. Vüsal Qaraca, Elvin Muradov, Lider TV.